Özümüz tanımalıyıq, özümüz bilməliyik, hardayıq, necə hərəkət eləyirik, məqamımız nədir, mənəvi cəhətdən hansı rütbədəyik, hardayıq biz, necə hərəkət eləyirik, pis nədir, yaxşı nədir? Bunu bizim ağlımız deyir, husnu qubhul əql. Nə deyirlər əqaiddə buna? Ağlın pis bildiyi və yaxşı bildiyi şeylər. Husnul əqldir, qubhul əqldir. Ağıl bəzi şeyləri pis bilir, bəzi şeyləri yaxşı bilir. Ağıl bunu təyin eləyir. Ağıl ağla qaranı sənə göstərir, amma sən qəbul eləyə bilmirsən. Dəlilin sizə demişəm, bir dəfə yenə deyim. Həzrəti İbrahim gəldi bütləri sındırmağa. Balta əlində sındırdı bütləri, baltanı astı böyük bütün çiyninə. Quran danışır da bunu. Quran deyir, onlar gəldilər. İbrahim dedi, danışa bilir, danışdırın bu bütü. Bu büt desin də cinayətkar kimdir? Görürsünüz, danışa bilmir. Onlar qayıtdılar, dedilər, özümüzə zülm eləmişik. Bəli, İbrahim düz deyir, bunlar heç danışa bilmir. Ondan sonra neynəməlidirlər? İbrahimi qəbul eləməliydi axı. Qəbul eləmədi. Quran buyurur, niyə qəbul eləmədilər Həzrəti İbrahimi? Çünki deyir, onlar bir ömür nəfslərinin təlqini ilə yaşamışdılar.